Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ilə yevmiddin. Əmmə bəd. Mən də qoşuluram bütün təbriklərə. Allahdan istəyirəm ki, Allah Taala bu evliliyi xeyirli, bərəkətli etsin. Allah Taala bu iki cütlüyü xeyir üzərində, bərəkət üzərində cəm etsin. Və təbriklərin ən xeyirlisi, ən bərəkətlisi Muhammed sallallahu aleyhi və səlləmin ümmətinə öyrətdiyi təbrikdir yeni evlənənlər üçün. Buyurardı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Barakallahu lək və barakə aleyk və cəma'a beynəkumə fi xeyr. Allah sənə bərəkət versin. Allahın bərəkəti sənin üzərində olsun. Allah sizə hər ikimizi bərəkət, xeyir üzərində cəm eləsin. Və sonra dəyərli qonaqlar, dəyərli qardaşlar, gözəl xeyirlər söylənildi ailənin xoşbəxt olması üçün, saadətə çatması üçün. Lakin ümumi bir məsələ həm özümə, həm də qonaqlara istəyirəm xatırladım. Allah Teala Quran-ı Kərimdə buyurur ki, وَذَكِّرْ فَإِنَّ الذِّكْرَ تَنْفَعُ الْمُؤْمِنِينَ. Sən xatırla, çünki xatırlatmaq möminlərə fayda verir. Allaha əmd olsun ki, Allah Teala biz möminik, Allaha iman gətirmişik. Ona görə bizim ümmətin ən xeyirli ümmət olmasının əsas səbəblərindən biri odur ki, biz bir-birimizə xeyirləri xatırladırıq, xeyirləri əmr edirik. Allah Teala buyurur ki, Quran-ı Kərimdə Kuntum xayra ümmətin uxricət linnəs tə'muruna bil ma'ruf və tənhavna anil munkar və tu'minuna billah. İnsanlar içərisindən çıxardılmış ən xeyirli ümmət olmusunuz. Yaxşılığı əmr etdiyimizə görə, pislikdən çəkindirdiyimizə görə və Allaha iman etdiyimizə görə. Lakin Allah Teala bizdən əvvəlki ümmətləri elə vəsf eləyib ki, onlar bir-birlərində pis iş görəndə, bir xəta görəndə, münkər əməl görəndə qadağa etməzdilər. Əksinə, onu etməkdə bir-birlərinə kömək eləyib, yardım eləyərlər. Allah Teala buyurur ki, Kənu lə yətənəhəvnə an münkərin fəalum. Onlar bir-birində pis iş görəndə onu qadağan etməzdilər, əksinə onda bir-birinə yardım eləyərdilər. Biz əlhəmdülillah Muhammed sallallahu aleyhi ve səlləmin ümməti olaraq, xeyirli ümmət olaraq gərək bir-birimizə daim Allahdan qorxmağı, xeyir əməllərdə bir-birimizə yardım etməyi nəsiyyət eləməli. Həmçinin Allah Teala bu xüsusda başqa bir ayda buyurur ki, وَتَعَوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى وَلَا تَعَوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ. Allahdan qorxmaqda və xeyir əməllərdə, salih əməllərdə bir-birimizə yardım edin. Dəyərli qardaşlarım, dəyərli qonaqlar, Allah subhanahu wa ta'ala bizə bir çox əmirlər eləyib. Və o əmirlərin hər biri bizim xeyrimiz üçündür, dünya və axirətdə. O əmirlərdən biri, ən əzəmətlisi ibadət əmridir. Allah Teala buyurur ki, Ya əyyuhən nəsu, ey insanlar, U'budu rabbəkum, əlləzi xalaqakum vəllədinə min qablikum ləalləkum təttəqun. Ey insanlar, fikir versəz Allah Teala insanlara xitab edir, insanları çağırır ki, ey insanlar, sizi və sizdən öncəkiləri yaradan Rəbbimizə, Allaha ibadət edin. Bəlkə Allahdan qorxasınız. Həmçinin Allah Teala Əz-Zariyyət surəsi 56-cı ayədə deyir ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Və bu ayədə də fikir versəz, yəni Allah Teala insanlardan danışır. Və dəyərli qonaqlarımız diqqət eləsəz Quran-ı Kərimə, Allah Teala bəzi ayələrdə ağıllı insanlardan danışır. Ağıl sahiblərindən danışır. Allah Teala buyurur ki, Zümər surəsində Əl-ləzīnə yəstəmi'unəl qavlə fəyəttəbi'unə əhsənə Uləikəl-ləzīnə hədəhumullah və uləikə hum ulul əlbəb. Allah Teala deyir ki, o kəslər ki, sözə qulaq asarlar və onun ən gözəlinə tabi olarlar, onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir, həmçinin ağıl sahibi də onlardır. Fikir versiniz, Allah Teala deyir ki, sözə qulaq asırlar və içində ən gözəli hansıdırsa,
ona da tabi olurlar. Var mı Allah'ın sözündən gözəl söz? Yoxdur vallahi. Allah Teala deyir ki, Tenzilun min Rabbil alemin. Alemlerin Rəbbi olan Allah'dan asta nazil edilmiş bir kəlamdır Kur'an-ı Kerim. Kur'an-ı Kerim müminlərin qəlblərinə şəfadır. Onlar üçün rəhmətdir. Onlar üçün doğru yol göstərən kitabdır. Onların izzətini özündə əhatə edən bir kitabdır. Ona görə biz Allah'ın kəlamından danışılanda, Muhammed sallallahu aleyhi ve sellemin hədislərindən danışılanda gərək dinləyək. Dinləyək ki, özümüz üçün fayda götürək. Dinləyək ki, Allah Teala bizə ağıl sahibi dediyi kimi o ağılla faydalar çıxardar. Həmçinin Allah Teala başqa ayədə deyir ki, وَاتَّقُونِ يَا اُلِي الْأَلْبَابِ Ey ağıllı adamlar, ağıl sahibləri, məndən qorxun. Yaxşı, kimsə deyə bilər ki, Allah'tan qorxmaq nə deməkdir ki, ey qardaşım, siz həmişə deyirsiniz ki, Allah'tan qorx. Mən elə Allah'ı sevərəm, niyə ondan qorxuram ki? Bəli, bu da gözəldir. Sevməlisən Allah'ı, lakin Allah'ın əzabından da qorxmalısan eyni zamanda. Çünki sən tək sevsən, Allah'ın əzabından arxayın olacaqsan. Deyəcəksən ki, Allah bağışlayandır, Allah rəhm eləyəndir, mən neynəsən bağışlayacaq. Və belə də ölərsən Allah'ın qəzəbi ilə qarşılaşarsan. Allah Teala isə görün nədir? Bu ikisini cəm eləyir. Allah Teala deyir ki, Nəbbi ibadi, qullarıma xəbər ver. Bax dəyərli qardaşım, mən də sən də Allah'ın qullarıyıq. Deməli, Allah sənə bir xəbər göndərir. Gərək diqqət eləyəsən, ehtimam göstərəsən. Allah Teala deyir ki, mənim qullarıma xəbər ver. Ənni ənəl qafurur rahim. Mən bağışlayan və rəhimliyəm. Və ənnə əzəbi huvəl əzəbul əlim. Əzabım da şiddətlidir. Bəzi insanlar müsəlmanların arasında belə bir təbliğat aparırlar ki, Allah rəhimlidir, Allah bağışlayandır, Allah həmişə xeyir istəyir. Və bunu yaymaqla insanları Allah'ın qəzəbindən arxayınlaşdırırlar. Və məgər biz görmürük ki, Allah Teala öz qəzəbi ilə bəzi ölkələri məhv eləyir. Allah Teala öz qəzəbi ilə bəzi ölkələrə bəlalar göndərir, müsibətlər göndərir, əzablar göndərir, onlara böyük imtihanlar göndərir. Nə iləndir bu, nə üçündür? Əməllərinə görə. Çünki Allah Teala Quran-ı Kerimdə deyir ki, quruda da, yaşda da baş verən fəsadlar insanların əlləri ilə qazandıqları günahlara görədir. Və yafu an kəsir. Hələ Allah Teala çoxsun bağışlayır. Fikir versən, hələ çoxsun bağışlayır. Allah Teala bağışlamayıb, hər birisinə görə əzab versəydi, vallahi biz məhv olardıq. Lakin Allah Teala bəli bağışlayır. Amma gərək biz də Allah'ın əmirlərinə diqqət eləyək. Allah'ın çağırışlarına cavab verək. Allah deyir ki, mənə ibadət eləyim. Və məsələn, görürsünüz də əlhəmdülillah biz qabağımızda hər şey var. Ruzuların halal olanından hamısı var. Yedik, içdik, danışırıq, deyirik, gülürük, bir-birimizə xeyirlərdən deyirik. Lakin bu məclis namaz qılmağa bizə mane olmadı. Və namaz vaxtı çatdı, Rəbbimizi ucaltdıq, Allahu Akbar dedik, La ilahe illallah dedik, Muhammed Resulullah sallallahu aleyhi ve sellem dedik, azan verən bizi çağırdı ki, namaza tələsin, nicat batmağa tələsin, hamı bir nəfər kimi Allah üçün namaza gəldi. Yəni dünya neymətləri, Allah'ın bizə verdikləri dəyərli qonaqlar, bizi Allah'a ibadətdən yayındırmamalıdır. Baxsaq Muhammed sallallahu aleyhi ve sellemə, həmçinin onun sahabələrinə, əhl-i beytə baxsaq, Allah onlardan Quran-ı Kerimdə danışanda deyir ki, onların ticarətləri var idi, alış-verişləri var idi, onlar da işləyirdilər, necə deyərlər, gücləyirdilər. Lakin Allah onları vəsf eləyəndə deyir ki, Ricalun la tulhihim ticaratun və la bey'un an zikrillah və iqamus salah və itaiz zəkə yaxafuna yevmən tətəqallabu fihil qulub vəl absar. Allah Teala deyir ki, o kişilər ki, onları ticarətləri, alış-verişləri, almaqları, satmaqları Allah'ı zikr eləməkdən, namaz qılmaqdan, mallarının artığını Allah üçün zəkat verməkdən yayındırmaz.
Niyə görə dəyərli qonaqlar? Çünki onlar bilirlər ki, elə bir gündə Allahın qarşısına çıxacaqlar ki, Allahın qorxusundan insanların gözləri bərələ qalacaq. Ona görə dəyərli qonaqlar, Allah bizə halal ruzular verdiyi kimi, Allah bizi müsəlman etdiyi kimi, Allah bizi yaratdıqlarından bir çoxsundan seçib fərqləndirdiyi kimi, gərək biz də Allahın əmirlərinə cavab verək, Allaha ibadət eləyək. Allah Teala deyir ki, Aqimus salə, namaz qılın. Allah bizdən namaz istəyib. Və namaz da ağır bir şey deyil, vallahi. Bax, görürsünüz, 5-10 dəqiqə çəkdi, ya çəkmədi. Allahın əmri yerinə yetirdik. Məsələn, sigaret çəkən bir insan bir sigaret yandırsa, namaz qılan insan da 4 rükət namaz qılsa, namaz qılan ondan tez bitirəcək namazı, amma o hələ onu davam edəcək. Yəni, vaxt var, imkan var, gözümüz görür, qulağımız eşidir, dilimiz danışır, əlimiz tutur, ayaqlarımız yeriyir, qəlbimiz döyünür. Bu o deməkdir ki, hələ Allah bizə vaxt verib. Hələ Allah Teala bizə möhlət verib. Baxın, Allah Teala Quran-ı Kərimdə nə deyir? Əvələm nuammirukum mə yətəzəkkəru fihi mən təzəkkər və cəəkumun nəzir. Məyər biz insana düşünüb ibrət alacaq bir kimsənin ibrət alacağı qədər möhlət vermədiyimi, onlara qorxuzan da gəlmişdi. Bəzi təfsirçilər deyirlər ki, qorxudan, yəni Muhammed sallallahu aleyhi ve sellem Peyğəmbər kimi, bəzi təfsirçilər deyirlər ki, yəni insanın saçı saqqalı ağarmışdı. Bu ona işarə idi ki, ölümün yaxınlaşır. Bəlkə dönəsən Allaha, bəlkə tövbə eləyəsən, bəlkə indiyə qədər özün üçün yaşadığın kimi, bundan sonraki həyatını Allah üçün yaşayasan. Allah Teala buyurur ki, başqa bir ayədə dəyərli qardaşlarım, Vallahu yuridu ən yetubə aleykum. Allah sizin tövbələrinizi qəbul eləmək istəyir. Allah istəyir ki, biz insanlar pis əməllərə son qoyaq, münker əməllərə son qoyaq, Allahı qəzəbləndirən, Allahın qəzəbinə səbəb olan əməlləri tərk eləyək, Allahın razılığını qazandıran əməllərə yönələk. Allahın razılığından böyük heç nə ola bilməz dəyərli qardaşlar. Çünki bunu Allah Teala Quran-ı Kərimdə deyir ki, وَرِدْوَانٌ مِنَ اللّٰهِ əkbar. Allahın razılığı daha böyüdür. Vallahi biz kimi razı salsaq da, bütün insanları, əgər Allah bizdən narazı olsa, o bizə fayda verməyəcək. Möminlərin anası Ayşə anamız deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemlə rivayət elədiyi hədisdə, mən iltəməsə ridallah, radiyallahu anhu və arda anhun nəs. Kim Allahın razılığını qazansa, Allahın razılığını axtarsa, bunun üçün səy göstərsə, bütün səyini buna sərf eləsə, hətta ona insanlar qəzəblənsə də, Allah ondan razı qalacaq. Narazı insanları da ondan razı salacaq. Bəli, belədir. Allah Teala buyurur ki, Quran-ı Kərimdə, Səyəcəlullahu, Allah Teala buyurur ki, Quran-ı Kərimdə, İnnəl-ləzīnə əmənu və amilus-salihət səyəcəlu ləhumur-rəhmənu vuddə. İman gətirən, salih əməl edənlər üçün qullarımızın qəlbində bir sevgi qoyacaq. Ola bilərsən namaz qıldığına görə, Allaha ibadət elədiyimə görə kimsə sənə etiraz eləsin, sən də başladın, məsələn, sən də filan kəslərə qoşuldun deyə bilər. Narahat olma vallahi. O da Allahın quludur, sən də Allahın qulusan. Allah Teala Muhammed sallallahu aleyhi ve sellem üçün, onun sahabələri üçün bu əzəmətli yolu asanlaşdırdığı kimi sənin üçün də asanlaşdıracaq. Lakin hədisin ikinci hissəsinə baxsaz, buyurur ki, Muhammed sallallahu aleyhi ve sellem, mən iltəməsə riban nəs, kim insanların razılığını axtarsa, saxitallahu aleyhi və asqata aleyhin nəs. Allah ona qəzəblənəcək, insanları da ona qəzəbləndirəcək. Çünki dəyərli qardaşlarım, qəlblər aləmlərin Rəbbi olan Allahın barmaqlarından iki barmağı arasındadır. Yuqallibuhə keyfə yəşə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allah istədiyi kimi çevirir qəlbləri. Ona görə biz Allahın razılığını axtarmalıyıq. Allaha ibadət eləməliyik. Allaha itaət eləməliyik. Müsəlman olan birisi namazla, orucla,
Allaha tək ona ibadət eləməklə, ona heç bir şey şərik qoşmamaqla, Allahdan qeyri ibadət olunan batil məbudlara inkar eləməklə tanınır. Allah Teala buyurur ki, Quran-ı Kərimdə وَالَّذ۪ينَ اجْتَنَبُوا الطَّاغُوتَ أَنْ يَعْبُدُوهَا وَأَنَابُوا إِلَى اللّٰهِ لَهُمُ الْبُشْرَى O kəslər ki, Allahdan qeyri ibadət olunan batil məbudları tərk eləyib, tək Allaha yönələrlərsə, onlar üçün müjdə var. Müjdə nədir? Allahın razılığı. Müjdə nədir? Enliliyi yerlər və göylər qədər olan cənnət. Allah Teala deyir ki, وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِّنْ رَبِّكُمْ وَجَنَّةٍ أَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضِ اُعِدَّتِ لِلْمُتَّقِينَ Rəbbimizdən olan bir bağışlanmaya, enliliyi yerlər və göylər qədər olan müttəqilər üçün hazırlanmış cənnətə tələsin. Müttəqilər kimlərdir? Allahın əmirlərini yerinə yetirən, onun qadağalarından çəkinənlərdir. Məsələn, biz çox eşidirik, atalardan, babalardan deyirlər ki, ağız halva deməklə şirin olmur, gözəl də deyiblər. Sən almalısan halvanın səbəblərin, kimsə onu pişirməlidir, yeməlisən. Bu da belədir. Əgər Allahın əmirlərin yerinə yetirib, qadağalarından çəkinmirsənsə dəyərli qardaşım, sonra deyirsən ki, mən Allahdan qorxuram. Axı bu düz gəlmir. Bu düz gəlmir. Gərək əməl də eləyəsən. Allah Teala buyurur ki, iman gətirən və salih əməllər edən. İman gətirmirsən, maşallah, müsəlmansan, Allahın varlığına inanırsan, Allahla qarşılaşacağın günə inanırsan ki, bir gün aləmlərin Rəbbi olan Allahın huzuruna çıxacaqsan. Bax, bu səndə var, amma əməl də lazım baxı. Yaxşı, bəs Allah desə ki, mən sənə 2 göz verdim, 2 qulaq verdim, 1 dil, 2 dodaq verdim, uzun ömür verdim, sənə qadınlarla evləndirdim, evladlar verdim, göydən su endirib yerdən bitkilər çıxartdım. Bəs bunun qarşılığında sən neynədin? Onda cavab olmayacaq, vallahi. Və cavab üçün də gərək biz əməllər eləyək. Allah Teala bu evliliyi mübarək etsin. Allah Teala bizim xalqımıza hidayət versin. Mən ümid edirəm ki, bizim qonaqlarımız bizim bu nəsihətlərimizi onların qardaşları kimi, ağsaqqalların bir kiçik evladları kimi, həmvətənləri kimi qəbul edirlər. Əlhəmdə biz müsəlmanıq. Gərək bir-birimizə xeyir xatırladaq. Çünki biz bir-birimizi xeyirlə, əlhəmdülillah, yad eləməliyik. Həmçinin Allahdan istəyirəm ki, Allah subhanahu wa ta'ala bizim ölkəmizin əmin-amanlığını qorusun. Allah Teala bizim əmin-amanlığımızı davamlı etsin. Allah Teala bizim əmin-amanlığımıza xələl gətirmək istəyənlərin o məkirli niyyətlərini ürəklərində qoysun. Allah Teala bizim ölkəmizin rəhbərini qorusun, onu uzatsın, ona hidayət versin. Onun ətrafını ona xeyirdə, Allahdan qorxmaqda əmr eləyən, nəsihət eləyənlərdən etsin. Allah Teala bizim ordumuzu gücləndirsin. Allah Teala ordumuzun qəlbini sabit etsin. Düşmənlərimizin qəlbinə ordumuzun qorxusunu salsın. Allah Teala şəhidlərimizə rəhmət etsin. Onların dərəcələrini qaldırsın. Yaxınlarına səbir versin. Allah Teala bizim hər birimizin evladlarını, dinini sevən, vətənini, millətini, imanını sevən, bunun üçün bacardığı bütün səyləri göstərənlərdən etsin. Əlhəmdülillah, xeyirlər hamısı Allahdandır. Xətaların hər birisi bizim nəfsimizdən və şeytandandır. Vəlhəmdülillahi Rabbil ələmin.